Salam, bugün 8-ci sinif kimya dərsindən 2.5 kristal qəfəsinin tipləri mövzusunun suallarına baxacağıq bir yerdə. Başlayaq öyrəndiklərinizi tətbiq edin hissəsindən. Birinci, qrafit və plastik kükürddən hansı daha aşağı ərimə temperaturlu olur? Qrafit atom kristal qəfəsidir. Plastik kükürd isə molekul kristal qəfəsidir yəni. Aşağı ərimə temperaturuna malik olanda molekul kristal qəfəsdə olan olacaq. Yəni plastik kükürd cavabımız da molekul kristal qəfəsi olmasına görə əsaslandırırıq. Çünki atomdur, iondur, metal kristal qəfəsdilər. Oradakı rabitənin qüvvətli olmasına görə daha yuxarı temperaturlu olurlar. Molekul kristal qəfəsdə isə Van der Waals qüvvələri vardır molekullar arasında. Bu da zəif rabitədir. Ona görə də aşağı ərimə temperaturlu olur. İkinci sual. CO2 otaq temperaturunda qaz halındadır. Silsium O2 isə ərimə temperaturu yüksək olan bərk maddədir. Dövrü cədvəldə karbon ilə silsium eyni qrupda olmasına baxmayaraq, bu fərqliliyin səbəbi nədir? Burada karbon və silsiumun eyni qrupda olub-olmamasının bunların kristal qəfəsinə aidiyyatı yoxdur. Yəni, eyni qrupdadır deyə bunlar hamısı eyni birləşmələr, hətta söhbət nədən gedir? Bunların birləşmələrindən. Birləşmələri eyni xüsusiyyətdə ola bilməz axı. Çünki fərqli rabitələrdir orada. Yenə burada da CO2 molekul kristal qəfəslidir. Bu qaz halındadır, həmçinin aşağı ərimə temperaturuna, yəni ərimə temperaturu belə, yəni qaz halındadır. Yəni ərimə temperaturuna belə baxmırıq biz burada bunun. Səbəb odur ki, molekul kristal qəfəs var və Van der Waals qüvvəsi yenə zərf olduğu üçün burada silsium O2-də isə atom kristal qəfəslidir və buradakı düzdür, bu kovalent rabitə var bunların arasında, amma bu kovalent rabitə bu CO-dakına nəzərən qüvvətli rabitədir. Bu silsium O2-də rabitə qüvvətlidir, ona görə də ərimə temperaturu yüksək olan, bərk halda olan maddədir. Atom kristal qəfəsi də öz fərqini göstərir burada. İndi isə baxaq, öyrəndiklərinizi yoxlayın hissəsindəki suallara. Hansı kristal qəfəslər mövcuddur? Onlar bir-birindən nə ilə fərqlənir? Deməli, ümumiyyətlə molekulyar və qeyri-molekulyar olaraq iki hissəyə böldük bunları. Molekulyar da molekul kristal qəfəs var sadəcə. Qeyri-molekulyarda isə atom kristal qəfəs, ion və metal kristal qəfəs vardır. Bir-birindən nə ilə fərqlənir deyirsə, molekulyarda bu bir çox deməli kovalent rabitəli birləşmələr molekul kristal qəfəsidir. Burada fərq nədir? Molekul kristal qəfəsində, kristal qəfəsinin düyün nöqtələrində molekullar yerləşir. Bunu sözlə də yaza bilərsiniz. Kristal qəfəsinin düyün nöqtələrində molekullar yerləşir. Amma qeyri-molekulyarda, məsələn, atom kristal qəfəsidir, silsium O2-dir. Burada düyün nöqtələrində atomlar yerləşir və yaxud da silsiumdur və yaxud da almazdır, qrafitdir. Burada atomlar yerləşir. İon kristal qəfəsində duzun, misal üçün, kristal qəfəsini yazsaq, xörək duzu, natrium və xlor ionları yerləşir orada. Metalda isə metallar olacaqdır. Kristal qəfəsin düyün nöqtələrində yerləşənlər fərqlidir. Ona görə aid edirik və həmçinin bunlar bir-birindən ərimə temperaturuna görə də bayaq dediyimiz kimi fərqlənə bilər. Deməli, 2. Müxtəlif kristal qəfəslər əmələ gətirən maddələrə misal göstərin. Müxtəlif, məsələn, karbonun alotropik şəkil dəyişmələri var da. Almaz, qrafit. Bunlar atom kristal qəfəsidir. Sonra
Oksijende hər ikisi molekuldur. Fosforu desək, deməli, fosforun alotrop şəkil dəyişmələri ağ, qırmızı, qaradır. Ağ fosfor molekul kristal qəfəsidir. Qırmızı ilə qara isə atom kristal qəfəsidir. Gördüyünüz kimi bunların hər biri fosfor əmələ gətirir, amma kristal qəfəsi fərqlidir. Həmçinin burada füllerini də yaza bilərsiniz. Füllerin də molekul kristal qəfəsidir. Və yaxud da fərqli də yaza bilərsiniz. Burada maddə dediyi üçün biz bəsdən dedik. Mürəkkəb maddələri də misal yaza bilərsiniz. Məsələn, natrium OH, natrium 2CO3. Bunlar ion kristal qəfəsidir, çünki ion rabitə var. Və yaxud da nə deyək, CO2, SO2, CO2. Bunlar molekul. Metal kristal qəfəsi, yəni tanıdığınız metallar, qızıl, gümüş. Bunlar metal kristal qəfəsidir. Atoma da misal kimi bu yuxarıdakiləri yaza bilərsiniz. Deməli, molekulyar və qeyri-molekulyar maddələr nə deməkdir? Cavabınızı misallarla izah edin. Molekulyar maddələrdə kristal qəfəsinin düyün nöqtələrində molekullar yerləşir. Qeyri-molekulyarda isə molekullar yerləşmir. Bayaq yazdığım kimi sxem olaraq çəkmişdim. Qeyri-molekulyarda atom, ion, bir də metal kristal qəfəsi mövcuddur. Orada kristal qəfəsinin düyün nöqtələrində fərqli-fərqli metallarda metal yerləşir, ion kristal qəfəsində ionlar yerləşir, müsbət və mənfi yüklü ionlar. Sonra nə qaldı? Atom kristal qəfəsli maddələrdə isə atomlar yerləşir. Belə, misal olaraq da əslində burada şəkillər var. Hazır formada buradan da yaza bilərsiniz. Məsələn, O2 bu molekul kristal qəfəsidir. Molekul yerləşir. Aha, bu şəkli deyirəm mən. Nümunə kimi elə burada ion kristal qəfəsi, qeyri-molekulyara baxın. İon, atom, metal kristal qəfəsi. Bunlar qeyri-molekulyara aiddir. Molekul kristal qəfəsi isə molekulyara aiddir. Burada isə gördüyünüz kimi düyün nöqtələrində molekullar yerləşir. Məsələn, O üstüsə əgər, siz burada bax belə yaza bilərsiniz. 3 molekul. Axı 3 dənə element var oksijndə O3-də. Burada isə yoddan misal gətiriblər. Belə yaza bilərsiniz. Və yaxud da burada almazın kristal qəfəsi deyilir. Siz məsəl üçün qrafit laylı quruluşludur. Bunun da şəklini çəkə bilərsiniz məncə. Kristal qəfəs. Baxın, bu bizim elə sadə karandaş ki, istifadə edirik. Burada baxın, daha aydın görsənir. Həmçinin digərləri də verib altrop şəkil dəyişmələr. Sadə karandaş, istifadə edildiyim sadə karandaşın içərisində qrafitdir. Baxın, bu laylı quruluşludur. Biz yazdıqca bu laylar düşür kağızın üzərinə. Amma almaz bu formadadır, fərqlidir. Düzdür, hər biri atom kristal qəfəsidir. Amma quruluşlar da, yəni strukturlar da fərqlidir. Karbin, deməli, bu füllerendir. Bu isə karbindir. Biz geri dönüş edək mövzumuzun suallarına. Sonra sual qaldı, 4-cü sual. Molekulyar yoxsa qeyri-molekullar maddələrdə ərimə temperaturu və bərklik yüksək olur. Qeyri-molekulyarda yüksək olur. Və nə üçün? Çünki qeyri-molekulyarda rabitə qüvvətlidir.
Ona görə ərimə və bərklik yüksək olacaq. Sonra 5-ci sualda kalsium xlor 2 maddəsinin məhlulu elektrik cərəyanı yaxşı keçirir. Nəyə görə keçirir kalsium xlor 2? Çünki ion kristal qəfəsinə malikdir. İon kristal qəfəsidir. Ona görə də elektrik cərəyanı yaxşı keçirir. Metalları da yaxşı keçirir. Belə. Həmçinin burada cətvəl də var. Buradan da istifadə edə bilirsiniz. Baxın, metalların elektrik keçiriciliyi bərk halda ion kristal qəfəsdə. Bərk halda nə deməkdir? Bunu da izah edək. Burada məhluldan söhbət gedir. Məhlul keçirir. Bərk halda odur ki, məsələn, xörək duzu, natrium klor götürmüsünüz siz. Bu bərk halda necə deyir? Bərk halda, onsuz da normal bərk halda deyir. Sadəcə olaraq bu duzdur da, təsəvvür edin, duz qabıdakı da duzdur. Siz buna elektrik versəniz, burada elektrik ötürülən bir şeydir. Bu bir deməli deyək də hissəcikdən o birisinə ötürülmür, bərk halda olanda. Amma bunu əritdikdə, burada maye halda yazıblar. Bu maye halı nədir? Bu duzu əridirsiniz. Əridəndə də o ərintidə yenə keçə bilir də elektrik. Həmçinin məhlulda da artıq həll olur suyun içərisində. Orada da keçirə bilir elektrik. Amma bərk halda keçirə bilməz. Metal kristal qəfəsi isə məhlulda, bu suda onsuz da metalların heç biri həll olmur. Amma elə normal bərk halında da əritdikdə də metallar elektrik keçirə bilər. Belə, sağ olun, inşallah gələn dərsdə görüşək.